qiymətləndirməni, bir də summativi keçmişik. Bəli. Belə başlayaq onda. Dedi ki, formativ qiymətləndirmə nə zaman keçirilir, kim tərəfindən keçirilir, nəticələr harda qeyd olunur? Formativ qiymətləndirmə müəllim tərəfindən keçirilir. Müəllimin bir müəllimin jurnal kitabçasında, daha doğrusu qeydiyyat jurnalında, bir də şagirdin kitabçasında qeyd olunurdu. Formativ qiymətləndirmə odur ki, şagirdin dərs boyu da aparıla bilər və yaxud yeni dərsdən, daha doğrusu şagird sinifdən sinifə keçəndə, məktəbdən məktəbə dəyişəndə, sonra həmişəlik aparılır da, daim aparılır müəllimə formativ. Şagirdin izlənilər, olduğu yerdən olmaq istədiyi yerə aparan qiymətləndirmədir, formativ qiymətləndirmə. Əlaçı. Formativ qiymətləndirmənin məqsədlərindən bir neçəsini deyək. Məqsəd. Əsas 5 dənə var idi, onu deyirsiniz müəllimə. Orada refleksiya idi, şagirdin refleksiya, sonra həssaslıq var idi, qiymətləndirmə meyarı nəzərə alınmalı idi, məzmun, bir də təlim nəticəsinin Deməli, məzmun standartına yönəlmiş fəaliyyəti, yəni qarşıya çıxan çətinlikləri müəyyən edir, aradan qaldırmaq üçün istifadə olunur, öyrənməni təmin edir, ölçmür. Öyrənməni təmin edir. Desəm ki, öyrənməni ölçür. Hansı qiymətləndirmə olacaq? Summativ müəllimə. Bəli, bu summativ olacaq. Daha sonra inkişafı təmin etmiş olur və bu formativdir müəllimə. Təlim ehtiyaclarını ödəyib bu formativ qiymətləndirməyə əsaslanmış olur. Formativ qiymətləndirmə hansı üsullarla apara bilərik biz? 3-2-1 idi müəllimə. Bir böldü, çıxış biletidir, bir köküydü, sıra. Bunlar idi müəllimə. Əlaç. Daha sonra. Ümumiyyətlə siz mənə deyin görüm, burada əks əlaqə var idi. Əks əlaqə destruktiv, konstruktiv, bir də destruktiv idi müəllimə, 2 cür idi. Əks əlaqənin növləri hansılardır? Korrekt edici idi, motive edici idi, sıra korrekt edici, motive edici, sıra təsvir edici müəllimə. Bax, burada korrekt edici əks əlaqə nədir? Korrekt edici əks əlaqə o idi ki, burada şagirdin səhvini üzə vurur da. Məsəl üçün, səhv elədiyi ancaq yeri göstərir, şagirdə düzgün yol göstərmir, ancaq səhvini deyir. Şagird də bilmir ki, yəni həvəsdən salır. Sonra təsvir edici də o idi ki, şagirdin həm səhvini, həm də düzünü göstərirdi. Daha doğrusu nədir, onu şagirdə göstərir. Motive edicidə şagirdi həvəsləndirmək, yəni elə etməliyik ki, şagird həvəsdən düşməsin, motivasiya eləməliyik. Ümumiyyətlə, rəy verərkən xüsusiyyətlərə deyirdi ki, diqqət etmək lazımdır ki, hər hansısa bir xüsusiyyətlərə diqqət etmək lazımdır ki, yəni rəy effektiv alınsın. Effektiv verən xüsusiyyətləri hansı idi? Vaxtında verilməlidir, rəy verəndə anında verilir. Rəy destruktiv yox, konstruktiv olmalıdır. Şagirdin emosiyasına yox, idrakinə yönəlik olmalıdır. Keçmişə yox, gələcəyə yönəlik olmalıdır. Yəni demək lazımdır ki, mümkün qədər vaxtında verilməlidir və spesifik olmalıdır. Təlim məqsədim nədir? Məqsədimə əsasən rəy verməliyəm və bundan əlavə olaraq da, məsəl üçün, deyirəm, rəy həssaslıqla verilməlidir. Bu nə deməkdir? Yəni ki, şagirdə həssaslıqla sərt demək olmaz da müəllimə, necə deyim, demək lazım deyil, sən bacarmırsan, sən yaxşı oxumursan. Həssaslıqla odur ki, şagirdə məsəl üçün deyirsən ki, eybi yoxdur, bu gün bunu səhv etdin, daha da çalışarsan, daha yaxşı nailiyyət əldə edərsən.
Ona görə deyirəm, bax, o günlərdə sizə izah edəndə bunu dedim ki, həssaslıqla verilmək o demək deyil. Həssaslıqla verilmək budur ki, şagirdi mən özünü özü ilə müqayisə edə bilərəm. Məsələn, deyə bilmərəm ki, Elxan, Aynura bax, gör Aynur necə qəşəng dərs danışır. Yəni, onu özünə nümunə götür. Bunu mən ona deyə bilmərəm. Əgər belə bir rəy versəm, onda deməli, effektiv rəy deyil, həm də həssaslıqla verilməmiş rəy adlanır. Desəm ki, Elxan, bax, ilin əvvəlinə baxanda bir neçə ayda artıq biz təlimlər keçirik, nə bilim, dərslərdə iştirak edirsən. Bax, artıq əvvəlki nəticələrinə bax, təhlil edin, nə qədər inkişaf etmirsən. Artıq burada mən həssaslıqla çatdırıram. Çünki şagirdin özünü özü ilə müqayisə aparıram. Həssaslıqla o demək deyil, mən şagirdin xətrinə dəyməyə çalışmayım. O demək deyil. Həssaslıqla verilmək odur ki, şagirdin özünü özü ilə müqayisə aparıram. Başqa birini yox. Keçmişə yönəlik rəy nədir? Gələcəyə yönəlik rəy nədir? Keçmişə yönəlik rəy keçmişlə bağlıdır. Məsəl üçün deyirsən ki, məsəl üçün deyə bilərik ki, sən bu misal, məsəl üçün bu misalı yaxşı etməmsən, sən heç nə əldə yaxşı etməmsən, heç nə əldə etməmsən, bu keçmişə yönəlikdir. Amma gələcəyə yönəlikdə budur ki, məsəl üçün deyirsən ki, Səttar Bahçezadənin əsərlərini, özünü həyatı haqqında çox yaxşı məlumat toplamısan, əsərləri haqqında da məlumat toplasan daha yaxşı olar. Keçmişə yönəlik budur ki, şagirdin keçmişdəki fəaliyyətinə rəy veririk. Gələcəyə yönəlik rəydə ki, bildiyimiz kimi konstruktiv rəydir. Yəni, gələcək fəaliyyətə effektiv şəkildə verilmiş rəy, konstruktiv rəy, gələcəyə yönəlik rəy bir hesab olunur. Daha sonra, siz mənə deyin görün, burada emosional və idraki yönəlik rəy nədir? Müəllimə, idrak onun fəaliyyətidir, emosiyalarda onun, necə deyim, onun ağlına da deyirsən ki, sən ağıllısan, afərin, səndən yoxdur, bu emosiyaya yönəlikdir. Amma idrakə... İndi bax, bir dənə sən konstruktiv rəydir. Bir dənə konstruktiv rəydir. Konstruktiv rəy o idi ki, məsəl üçün, deyirəm ki, Ömər Eldarovun əsərini, heykəlini çox gözəl, rəsmini çox gözəl çəkmirsən, lakin bəzi cüzi burada səhvlərin var. Onu da düzəltsən, çox gözəl nəticə əldə edərsən. Məsəl üçün, bunun da üzərində bir neçə dəfə çalışsan və yaxud da ki, dərsliyə baxsan, Ömər Eldarovun çəkmiş olduğu nümunələrə baxaraq bu nüansları da aradan qaldıra bilərsən. Bəli, bu konstruktiv rəy adlanmış olur. Destruktiv rəy nədir bəs? Destruktiv də müəllimə deyirsən ki, məsələn, əhsən, çox gözəl çəkmirsən, məsəl üçün, düz deyil də, çox əla, qəşək çəkmirsən, nə səhvini demirsən, nə də düzünü demirsən də, həssaslıqla deyirsən. Onun emosiyalarına, idrakinə yox, emosiyasına toxunursan. Destruktiv rəy dağıdıcı rəydir. Yəni, elə bir rəy verirsən ki, şagirdin fəaliyyətində, məsəl üçün, mən inanmıram ki, sən gedib imtahana yaxşı nəticə yığasan. Artıq bu destruktiv rəydir. İstəyirsən, müəllimə, bir sözlə. Bəli, yəni destruktiv rəy belə rəydir. Daha sonra bir də var idi ki, əks əlaqədə summativ əks əlaqə var, formativ əks əlaqə. Summativ əks əlaqə nədir, formativ əks əlaqə nədir? Summativ əks əlaqə məsəl üçün, əldə etdiyin nailiyyətin ölçülməsi idi. Formativdə elbə ki, keçmişlə yox, hal-hazırda olduğu qiymətləndirilirdi, nailiyyəti. Hansı səviyyədədir, hansı yerdədir. Bəli, summativ əks əlaqə budur ki, summativdən sonra gəlib verdiyimiz əks əlaqə şagird fəaliyyətində heç bir dəyişiklik olmur. Lakin gələcək fəaliyyətində dəyişiklik edilə bilər. Məsəl üçün, gələn summativdə diqqət edə bilər. Lakin formativ əks əlaqədə verdiyimiz əks əlaqə şagirdin fəaliyyətinə effektiv şəkildə nə edir? Toxunmuş olur. Təsir edilmiş olur. Ümumiyyətlə, formativ qiymətləndirməni biz hansı üsullarla apara bilərik? Formativ qiymətləndirmənin 3-2-1-dir, cümlə köküdür, refleksdir, sonra bir böyüdür. Ayalaçı. Anlaşım sayılmasıdır.
Daha sonra əks əlaqənin məzmunu var idi. Bunlar hansılar idi? Sən bilməzmi? Bilmədim mən. Öyrənmə prosesi verə bilərik. Məzmun bir də məhsul haqqında əks əlaqədən söhbət gedir. Deməli, beynəlxalq qiymətləndirmə nədir? Beynəlxalq qiymətləndirmə ölkələr arasında keçirilən qiymətləndirmə idi. Bunun da 3 yerə bölünürdü. TIMSS idi, PIRLS idi, bir də PISA. Baxın, hansı idi deyirdik ki, oxuyub anlama bacarığını yoxlamaq üçün istifadə olunur? TIMSS-dir müəllimə. Oxuyub anlama. PIRLS. Hələ, PIRLS-dən söhbət gedir. Bu hansı qiymətləndirmədir ki, deyirəm, təlim strategiyalarında çevik dəyişiklik edilməsidir və yaxud da ki, təlim prosesində planlaşdırmada dəyişiklik edə bilərik. Diferensial yanaşmadır, fərdi yanaşmadır, ilkin məlumat bazasıdır. Şagirdin zəif diaqnostik qiymətləndirmədən söhbət. Diferensiyallıq da orada açar söz, çevikdir, bir də fərdi yanaşma. Bunlar diaqnostikin açar sözlər. Əlaç. Hansı qiymətləndirmə idi ki, deyirik ki, bu qiymətləndirmə əsasən ayrı-ayrı siniflər üzrə keyfiyyət bütün fənlər üzrə aparıla bilər. Keyfiyyət dəyişikliklərinin dəyərləndirilməsi məqsədi ilə aparılır. Təhsil institutu tərəfindən aparılır, lakin məktəbdaxili qiymətləndirməyə təsir etmir. Milli qiymətləndirmədir müəllimə. Əlaçı. Daha sonra bu hansı qiymətləndirmənin hansı prinsipidir ki, deyirəm ki, buna əsasən, məsəl üçün, bu summativ qiymətləndirmə ilə digər summativ qiymətləndirmə arasında neçə mövzu keçmiş isə, ona əsasən tapşırıqlar salmalıyıq. Müəllimə, uyğunluqdur, validlik. Etibarlılıq nədir? Etibarlılıq da odur ki, məsəl üçün, şagird bu ay 80% toplayıbsa, gələn yəni sınaqda yenə də 80% toplayırsa, bu etibarlıqdır. Əgər köçürüb az toplayıbsa, deməli kimdənsə köçürdübdür və yaxud zəifliyib. Deməli, sən mənə de görüm, BSG hansı siniflərdə keçirilmir? BSG birinci sinifdə ümumiyyətlə BSG, KSG, kiçik summativ, böyük summativdə keçirilmir. BSG ibtidai sinifdə keçirilmiş müəllimə. Bu 9-da 11-ci siniflərdə keçirilir. Yox, bütün siniflərdə daha. Bütün siniflərdə keçirilmiş olur. Sadəcə olaraq bəzi siniflər var ki, buraxılış fənləri üzrə verir. 4, 9, 11-ci siniflər isə bütün fənlərdən BSG imtahanı keçirilmiş olur. Yəni BSG təşkil olunur, böyük summativ qiymətləndirmə. Deməli, böyük summativ qiymətləndirmə neçə ballıq şkala ilə ölçülür, neçə səviyyə üzrə bölünür? 100 bal şkaladır, 4 səviyyə üzrə. Birinci səviyyə 20, 20%, ikinci 30 idi, üçüncü də 30 idi, dördüncü də yenə 20%, 20. Hər hansısa bir hal baş verirsə, deyək ki, şagird üzürlü səbəbdən KSG-də iştirak etmir. Nə baş verəcək? Üzürlü səbəbdən KSG-də iştirak etməsə, məxrəcdə 0 yazılır, sürətdə də qayıb yazılır. Aha. Bu, ümumiyyətlə, illik hesablanarkən, deyək ki, şagird gəlmədi, üzürlü səbəb var, yaza bilmədi gələn summativə qədərdir. Ümumiyyətlə, bu illik hesablanarkən nəzərə alınır, yoxsa nəzərə alınmır? Müəllimə, əgər şagird üzürlü səbəbdənsə, nəzərə alınmır. Amma üzürsüz səbəbdən nəzərə alınır. Böyük summativ qiymətləndirmədən nə qədər zaman gözlənilir? 2 həftə müəllimə. KSG 2 həftə gözlənilmiş olur. Daha sonra... Kiçik summativdə də, bəli müəllimə. Kiçik summativdə də növbəti summativə qədər gözlənilirdi. Gəlməsə yenidən sürətdə də qayıb yazılır, məxrəcdə də. Daha sonra, bəs deməli, riyaziyyat və təbiət elmlərinin ölçülməsi hansı beynəlxalq qiymətləndirmə vasitəsilə ölçülürdü? TIMSS idi müəllimə. Bu TIMSS-dir. Daha sonra PISA hansı bacarıqları yoxlayır? Riyaziyyatdır, təbiətdir, bir də anlamaq idi. Bəli, oxuyub anlamaq. Buna biz funksional savadlılıq da deyə bilərik. Belə, çox sağ olun Şahnaz müəllimə. Müəllimə, çox sağ olun. Daha sonra keçək digər müəllimimizə. Nərmin müəllimə, buyurun. Müəllim, axşamınız xeyir olsun. Hər vaxt olsun. Nərmin müəllimə, mənə deyin görüm, formativ qiymətləndirmə nə zaman keçirilir, kim tərəfindən keçirilir, nəticələr harda qeyd olunur?
Formativ qiymətləndirmə sizdə müəllim tərəfindən keçirilir. Jurnalda qeyd olunmur, əsasən gündəliklərdə qeyd olunur. Sonra orada bir də ki, təsavvurların hər bir fənni üzrə təhsil proqramında müəyyənləşdirilmiş məzmun standartlarına əsasən fəaliyyətləri izləmək idi də. Bəli, məqsəd ondan ibarət idi ki, məzmun standartına yönəlmiş fəaliyyəti izləmiş olsun. Məsəl üçün, qarşıya çıxan çətinlikləri aradan qaldırsın, öyrənməni təmin etmək, ölçmək deyil. Ölçmək desəm, hansı qiymətləndirmə olacaq? Ölçmək, diagnostik neydi müəllimə? Ölçmək. Baxın, biz nə ilə ölçürük şagirdin səviyyəsini? Hansı qiymətləndirmə ilə? Summativ. Summativ qiymətləndirmə olur. İnkişafı təmin edir, təlim deməli ehtiyaclarını ödəyir, lakin ölçmür. Ölçən desək artıq bu summativ qiymətləndirmə olur. Daha sonra siz mənə görün formativ qiymətləndirməni hansı üsullarla apara bilərik? Üsullar idi, 1 böyüdü, 3-2-1 idi. Orada yazı var idi, 3-2-1. Sonra hansı bileti idi. Onları soruşursunuz müəllimə. Müşahidə bileti, rubriklər. Bunlar da istəyirdim. İstifadə edərək ölçə bilərik. Yəni, apara bilərik formativ qiymətləndirməni. Ümumiyyətlə, effektiv nədir? Effektiv müəllimə o idi ki, effektiv orada keçmişi müəllim o şeylər soruşursunuz. Keçmişə yönəlik, gələcəyə yönəlik. Baxın, yaxşı, keçmişə yönəlik rəy nədir, gələcəyə yönəlik rəy nədir? Mən PDF-dən oxumuşam. Bəx müəllimə də dedi, onları qarışdırdım. PDF-də yazılmırlar elə. Yazılmamış olmaz. Elə müəllimə deskriptiv dediniz, o yazılmıyor. Buna görə qarışdırdım müəllimə. Burada keçmişə yönəlik. Keçmişə yönəlik rəy nədir? Keçmişə, məsəl üçün, orada o müəllimə elə deyir ki, məsəl üçün, müxtəsər vurma düsturuna, orada İran öyrənmişdim, PDF-dən öyrənmişəm deyə, aid tapşırıqların çoxunu səhv etmirsən də, deyir, yəni etmirsən və yaxud da belə deyirsən də, yəni şagirdə destruktiv yanaşırsan. Gərəkdir, diqqətli olardan, yəni biraz ona emosiya cəhətindən... Şagirdə deyirsiniz ki, qurma qaydalarını çoxunu səhv etmişsiniz. Səhvə yolu gərək belə etməzdir. Bu artıq necə bir rəy? Yəni, keçmişə yönəlik rəydir də. Mən hansı rəy dedimsə, hamısı şagirdin fəaliyyətində keçmişə yönəlik bir rəydir. Bir də var gələcək rəy. Necə olacaq? Məsəl üçün, deyir ki, orada şəkli, məsəl üçün, biz öz fənnimizdən deyə bilərik, rəsm çəkərkən diqqətli olardın, məsəl üçün, belə. Yəni, diqqətli ol. Məsələn, deyirəm ki, şəkili çəkərkən komponovkanı düzgün yerləşdirmirsən, sadəcə rəng uyğunluğunda biraz səhvə yol vermirsən. Diqqətli olsan, məsəl üçün, rəngləri bir-birinə uydursan, yəni bunu da ara bilərsən. Artıq gələcək yönəlik bir rəy verdim. Həm şagirdin fəaliyyətində nə var onu dedim. Ümumiyyətlə, rəy verərkən deyir ki, şagirdlərə rəy verərkən effektiv şəkildə, konstruktiv şəkildə. Baxılır ki, şagird, yəni, məsəl üçün, biz onun səhvini durub üzünə desək, pərt olacaq, pis olacaq. Bir də var ki, deyir, hər bir şagirdin öz fəaliyyətinə uyğun yaxşı cəhətləri var. İlk öncə onun yaxşı cəhətini vurğula ki, onda bir stimul yaratsın, daha sonra çatışmayan cəhətini de, sonra da yol göstər. Əgər bunu etdikcə, bu üçünü bir yerdə. Biz həm gələcək yönəlik rəy verdik, həm effektiv rəy verdik, həm də konstruktiv şəkildə şagirdə rəy vermiş olduq. Ümumiyyətlə, rəyi effektiv edən, rəngdən danışdıq ki, rəyi effektiv edən xüsusiyyətlər var. Bu xüsusiyyətlər hansılardır?
Onlar müəllimə mümkün qədər spesifik olmalıdır. Sonra orada var idi. Mümkün qədər vaxtında rəy vermək lazımdır. Gündəki rəyə həssaslıqla çatmaq lazım idi da, çatdırmaq lazım idi. Belə. Var idi. Bəli. Təlim məqsədi nədir? Ona, məsəl üçün, bu günləri siz deyək ki, Leonardo da Vinci'yə aid hər hansı bir mövzu keçirsiniz. O üçün durub təlim məqsədi aid qoya bilərsiniz. Xeyr müəllimə, başqası bilmərik də. Bəli, məqsəd nədir? Verdiyimiz rəydə ona əsas. Daha sonra görürsünüz ki, şagird hər hansı bir tapşırıq icra edir, fikir sərf edir, göz yumursunuz. Deyirsiniz ki, gələn dəfə eləyəndə deyərəm və yaxud gələn dərsi yoxlayanda səhvini artıq burada deməli effektiv şəkildə rəy vermiş olmayacaqsınız. Yəni, rəyi ümumiyyətlə effektiv edən xüsusiyyətlər bunlardır ki, mümkün qədər vaxtında verilməlidir. Təlim nailiyyətimizə, yəni təlim nəticəmiz nədirsə, əsasən olmalıdır. Bəli, spesifik verilməlidir. Bir var ümumi cəhətdən deyən, bir də var spesifik şəkildə şagirdin fəaliyyətini bildirmiş olub. Daha sonra, ümumiyyətlə, rəyə bölməsində biz sizinlə keçmişik formativ rəy, bir də summativ rəy. Formativ rəy nədir, summativ rəy nədir? Formativ mənim gündəlikdir. Gündəlik rəy veririk də, yəni şagirdlərə. O biri nə idi? O biri hansını dediniz, mənim eşitmədim. Formativ rəy, bir də summativ rəy. Formativ rəy necədir? Summativ rəy necədir? Formativ müəllimə dediyim kimi gündəlik veririk. Onu deyirsiniz də yəqin ki. Gündəlik şəkildə rəy veririk. İşlər. Bir də onu inkişaf etdirir də. Summativ əks əlaqədə, məsəl üçün, şagirdiniz yoxlayırsınız və yaxud da ki, fikir verirsiniz summativ zamanı, görürsünüz ki, səhv edir. Ümumiyyətlə, summativdə əks əlaqə verilmir də. Sonradan verilir. Bəli, sonradan baxışdan da uşağın nailiyyətinə, yəni belə sonradan bilirsən, rəy verirsən. Aha, əla. Daha sonra, siz mənə deyin görüm, formativ deməli, qiymətləndirmədə rəyin effektiv, yəni rəylər var. Ümumiyyətlə, rəy bölməsində, əks əlaqələr bölməsində hansı əks əlaqələri keçmişik biz? Orada var idi. Konstruktiv rəy idi. Bəli, konstruktiv rəy idi. Təsvir əks əlaqə idi. Korrektiv idi. Bir də əks əlaqənin məzmunu. Korrektiv əks əlaqəni keçmişik, təsvir edici keçmişik, konstruktiv keçmişik və motive edici əks əlaqə. Bax, motive edici əks əlaqə nədir? Uşağa, yəqin o da motivasiya edicidir də, yəni uşaqlarla oraları mənimə diqqəti oxumamışam deyə. Motive edici əks əlaqə nədir? Adından da göründüyü kimi şagirdlər. Uşaqların dəqiqliyi, aktuallıq olar, nə bilim belə dərinliyi, onları eləmişdim. Konstruktiv əks əlaqə nədir bəs? Konstruktiv o anında rəy verməkdir də yəqin ki mənimə, yoxsa? Şagirdin ilk öncə nəyi düzgün edir onu deyirik. Daha sonra çatışma cəhətini, daha sonra hər hansı bir istiqamət veririk. Bu rəy necə adlanacaq? Konstruktiv idi. Rəy adlanmış olacaq. Daha sonra korrektiv edici əks əlaqə necədir? Korrektiv edici, o da ki, mənim orada buraxdığı səhvlərə yönəlir şagirdinin, sonra orada hazır şəkildə təqdim edilir. Bəli, məsələn, hər hansı bir, deyək ki, şagird də summativ qiymətləndirmə aparırıq və yaxud da ki, nəsə vermişik yazır, görür ki, çətinlik çəkir, hər hansı bir yapmaqda, biz düsturu ona deyə bilərik, bu artıq nədir? Korrektiv. Çünki düzəldir də səhvini buraxdığı səhvə əsaslanmış olur. Daha sonra ümumiyyətlə, deməli, əks əlaqənin məzmununu keçmişik bir də burada. Məzmun dedikdə nə nəzərdə tutulur? Məzmunu, yəni onun əks əlaqənin məzmunu. Unutdum bunları nəsə. Əks əlaqə, dəqiqə məlumat. Yəni, material dəqiq olmalıdır, aktual olmalıdır.
Məzmun dedikdə bunlar nəzərdə tutulur və burada da məzmunda biz əks əlaqə verərkən konstruktiv verə bilərik, təsvir edici əks əlaqədən istifadə edə bilərik, korrektiv edici. Müəllimə hamısı təsvir edicidir, korrektiv edicidir, məsəl üçün korrektiv edici də ola bilər. Məzmuna aid olan əks əlaqədən söhbət gedir. Beynəlxalq qiymətləndirmə hansı proqramlar vasitəsilə aparılır dedik? Hansı müəllimə? Beynəlxalq. Beynəlxalq sual eşitmədim müəllimə. Beynəlxalq narahat olmuşam. Nərmin elə demə. Deyirəm ki, beynəlxalq qiymətləndirmə hansı proqramlar vasitəsilə aparılır? Hə, PIMS-idi, PIMS-idi, PISA-idi. PISA hansı bacarıqları yoxlayır? Deməli, öyrənmək, anlamaydı, oxuma anlamaydı. Oxuma anlamaq. Aldı. Hə, riyazi, bir də təbiət. Ümumilikdə üçünü də yoxlanmış olur. Daha sonra, sən mənə de görünür, bu hansı qiymətləndirmədir ki, deyirəm ki, ilkin məlumat bazasıdır, təlimdə çevik dəyişiklik edilməsidir, diferensial yanaşma, fərdi yanaşma burada öz əksini tapır. Mənə diaqnostik qiymətləndirmə idi də. Diaqnostik qiymətləndirmənin nəticələri harada qeyd edilir? Diaqnostik qiymətləndirmənin portfolyoda qeyd olunur. Qiymətləndirmə. Bir də müəllimin gündəliyində qeyd edilir. Normativ, summativ diaqnostik hansı rəsmi qiymətləndirmə hesab olunur? Rəsmi summativdir də müəllim. Rəsmi summativdir. Nəticələr harada yazılır? Jurnalda. Və qiymət formasında yazılır. Daha sonra, sən mənə deyirəm, bu hansı qiymətləndirmənin prinsipidir ki, deyirəm ki, məsəl üçün, şagird bu ay 80 bal nəticə göstərir. Bir həftə sonra şagirdə həmin tapşırıqlara əsasən yeni bir tapşırıqlar verirəm. Məsəl üçün, 10 dənə sual vermişəm, yazıb 80% alıb. Buna aid yenə də bir 10 dənə sual verirəm, lakin şagird gəlir alır, məsəl üçün 60%. Burada hansı prinsip pozulacaq? Mənimə uyğunluq, yoxsa etibarlıq. Etibarlıq. Məqsədin uyğunluğu nədir? Məqsədin uyğunluğu o idi ki, orada məqsədin uyğunluğunda eyni olmalıydı da, məqsəd eyni, bərabər olmalıydı, bir-birinə uzlaşmalıydı da, yəni, bir-birinə uzlaşmalıydı. Deyil, məsəl üçün, məsələn, deyək ki, mən şagirdə 5 dənə mövzu keçmişəmsə, verdiyim tapşırıqlarda bu 5 mövzu nədirsə, onu əhatə etməlidir. Əgər kənara çıxıramsa, bundan əvvəlki mövzulardan, yeni mövzulardan, məsəl üçün, qiymətlərini təşkil edirəmsə, artıq burada məqsədin uyğunluğu prinsipi olmuş olacaq. Daha sonra Nərmin müəllimə, siz mənə deyin görüm, nə qaldı soruşmadığım sizdən. Deməli, milli qiymətləndirmə nədir? Milli qiymətləndirmədə müəllimə 3-5 ildən bir keçirilir. Aha. 3-5 ildən bir keçirilirdi. O da ki, şagirdlərdə ümumiyyətlə də müəllimə o belə deyək də onları yoxlamaqdır da, şagirdləri yoxlamaq, perspektivlərini proqnozlaşdırmaq, nə bilim, ümumilikdə yoxlamaqdır da. Ümumi təhsil vəziyyətini baxmaq. Şagird haqqında məlumat əldə etmək üçün aparılır. Məktəb daxili təsir etmir. Bir dənə konstruktivlər deyin. Konstruktiv. Bəli. İfadə konstruktiv. Orada şagirdə müsbətini deyirik, sonra çatışmayan cəhətini fəaliyyətdə, sonra da yol göstəririk. Məsəl üçün deyirik ki, şagirdə sən bunu düzgün etmirsən, lakin daha yaxşı edə bilərdin. Elə bilər, demək olar, yoxsa? Nə yaxşı etmirsən, nə belə-belə edə bilərdin, o necə? Məsəl üçün, yad çatdıra bilmədim. Məsələn, bax, deyirik ki, Bəhruzadənin əsərləri haqqında məlumat verirsən, bu çox yaxşıdır. Lakin, məsəl üçün, yaradıcılığı haqqında və yaxud həyatı haqqında məlumatlarında bəzi səhvlərə yol verirsən. Bunu dərs vəsaitinə baxaraq daha da dəqiqləşdirə bilərsən. Bax, burada həm şagirdi müsbət
Həm şagirdin çatışmayan cəhətini dedim fəaliyyətində və yol da göstərmiş oldu. Bu konstruktiv rəydir. Bunu biz təsvir edici rəyə necə çevirə bilərik? Edici də fəaliyyətində nə var onu deyirik də. Məsələn, deyirəm ki, Səttar Bəhluzadənin məsəl üçün yaradıcılıq haqqında düzgün məlumat verdim, lakin məsəl üçün həyat haqqında verdiyim məlumatlarda səhvliklərin var. Vəssalam. Nə var o? Təsvir edici əks əlaqə budur. Korrekt edici əks əlaqə bəs? Əks əlaqədən imtahana düşür, situasiyalı tipli də düşür. Yəni formativ fərqləndirməyə daha yaxşı baxın, digərlərinə də baxın. Bir dənə də olsa summativdən, formativdən, yəni bunlardan bir dənə də olsa miqdə sual düşəcək. Sertifikasiyada da satılır. Oxuyuram, inan Allaha qədər yığılır üst-üstə, məsələsində sözlər çoxdur deyə, informativdə də çox idi. Məqamları qeyd edin. Hə, yazım gərək, yazıldım mən siftələri, indi yazmıram deyə çatdıra bilmirəm. Elə səsə qulaq asıb, elə PDF-dən oxuyuram. Biləm. Çox sağ olun. Sağ olun. Sualca verirsiniz. Bəli, bəli. Deməli, siz mənə deyin görüm, əks əlaqənin növləri hansılardır dedik? Əks əlaqənin növləri konstruktiv bunu deyirsiniz. Konstruktiv rəy, gələcəyə yönəlik rəy, sonra keçmişə yönəlik, idraki yönəlik, bunlar idi. Korrekt edici əks əlaqə var, təsvir əks əlaqə var, motiv edici əks əlaqə var. Bax, bunlardan dedik ki, gələcəyə yönəlik rəy, bir də keçmişə yönəlik rəy. Bunlar nədir? Gələcəyə yönəlikdən mənfi müsbət tərəflərini deyirik şagirdə, istiqamət veririk, amma keçmişə yönəlik deyilsə, məsələn, necə deyim, uşaq sunnatı verib, 2 dərsdən sonra onun nəticəsini deyiriksə, bu keçmişə yönəlikdir də, yəni vaxtında demirik də, rəy bildirmirik buna. Məsələn, görürük ki, sadəcə gələcəyə istiqamətləndirə bilirik burada, amma. Məsələn, görürük ki, şagird hər hansı bir tapşırığı məsələn yazır, gətirir, verir, yoxlayırıq. Məsələn, hər hansı bir rəy veririk. Məsələn, deyirik ki, hərfləri bitişik yazmısan, gərək belə yazmazdın. Ara məsafəni çox az qoymusan. Yəni, bu nədir? Bu keçmişə yönəlik bir rəydir. İlker müəllimə, daha sonra siz mənə deyin görüm, ümumiyyətlə bu rəyi effektiv edən xüsusiyyətlər var ki, deyirik ki, bu xüsusiyyətlər rəyi effektiv edir. Əks əlaqə, bunu deyirsiniz. Peki, rəy necə olmalıdır? Spesifik olmalıdır. Spesifik olmalıdır, aydın olmalıdır, dəqiq olmalıdır. Evet. Daha sonra. Daha sonra hansı xüsusiyyətləri idi? Başqa. Məqsədə uyğun. Bəli. Məqsədimiz nədir? Ona olmalıdır. Aha. Vaxtında verilməlidir, həssaslıqla verilməlidir. Bax, deyirəm, həssaslıqla verilməlidir. Bu nədir? Yəni, bunu həssaslıqla verilməlidir. Şagirdi başqasıyla müqayisə eləmək olmazsa, şagirdi özü ilə müqayisə etmək lazımdır. Bəli, biz şagirdin özünü özü ilə müqayisə ediriksə, bu həssaslıqla verilməlidir. Daha sonra siz mənə deyin görün, bəs vaxtında verilməlidir dedikdə nə nəzərdə tutulur? Bu da adından bəllidir ki, vaxtında verilməlidir, zamanında rəy verilməlidir, anında. Əlat, bəli, vaxtında, zamanında verilməlidir. Daha sonra siz mənə deyin görün, bu əks əlaqələrdən korrekt edici əks əlaqə nədir? Korrekt edici əks əlaqə. Şagird burada səhvlərinə yönəlir də. Burada buraxmış olduğu səhvə yönəlir də. Yəni, hər hansı bir səhv buraxır, verdiyimiz rəydə ona yönəlmiş olur.
həm də burada deyir ki, faktoloji bilik zamanı Unutmama prosedural bilik ilə bağlı anında düzəliş etməliyik. əlaç. Anında biz düzəliş edə bilərik. Daha sonra təsvir edici əks əlaqə necə olur bəs? Burada nəyi yeni getiribsə, yəni yeni yetirməkdən təsvir olunur. Şagird nəyi bildiyini, yəni uğuru çatışmanın halını qeyd edir də burada. Aha, bəli, nəysə, fəaliyyətində nə isə onu deyirik. Nə var o, bu təsvir edici əks əlaqə adlanmış olur. Daha sonra bir də ümumiyyətlə əks əlaqə zamanı burada formativ əks əlaqə var, yəni məqsədə görə. Bir də summativ əks əlaqə var. Formativ əks əlaqə nədir, summativ əks əlaqə nədir? Formativ əks əlaqə odur ki, yəni fəaliyyətini burada izləyirik, proses zamanı izləyirik şagirdi yalnız, amma summativdə isə bölümün sonunda, yəni əks əlaqə olur. Aha. Burada məsəl üçün formativ əks əlaqədə şagirdə vermiş olduğumuz rəy şagirdin fəaliyyətində düzəliş edə bilir, yoxsa yox? Formativdə bəli. Aha, bəs summativdə necə olur? Həmin an üçün fəaliyyət düzəlir? Xeyr, həmin düzəlmə sadəcə gələcəyə istiqamət veririk də şagirdin summativdə. Məsələn, summativ qiymətləndirmədə şagird alır 80 bal. Biz gəlib ona gələn dərs, məsəl üçün, həmin yoxladıqdan sonra rəy veririk. Həmin an üçün onun nəticəsi dəyişmir, lakin gələcək fəaliyyətində, gələcəkdə onu yəni, təsir edə bilir də, gələcəyini təsir edə bilir, amma dəyişə bilmir summativin qiyməti. Formativ qiymətləndirmənin nəticələri harda yazılır? Kim tərəfindən aparılır? Müəllim tərəfindən aparılır. Dərs boyu, yəni dərsin gedişatı zaman, istənilən zaman verilə bilir formativ qiymətləndirmə. Bu da müəllimin formativ jurnalında qeyd olunur, həm də məktəbli şagirdin kitabçasında qeyd olunur, səviyyələr üzrə qiymətləndirilir. 4 səviyyə üzərində aparılır meyarlar nəticəsində. Əlaçı, bəli, formativ qiymətləndirmə müəllim tərəfindən dərs boyu aparılır. Məqsədi nədir bəs? Formativ qiymətləndirmə şagirdin harda olduğunu, yəni olmadığı yerə çatdırmaqdır da, yəni. Çəkilmənsə. Bəli, olduğu yerdən olmadığı yerə aparır. Bəli, olmalı olduğu yerə aparırsa, bu formativ qiymətləndirmənin əsas qayəsidir. Yəni, inkişafı təmin edir, inkişafı ölçmür, amma inkişafı təmin etmiş olur. Təlim etmiş olur. Hansı üsullarla biz formativ qiymətləndirməni apara bilərik? İş üsullarının bir Venn diaqramı, cütləşdir, düşündür, 3-2-1-dir, çıxış biletidir. Bunlardır, refleksiyadır. Əlaç. Deməli, Ülkər müəllimə, siz mənə deyin, görüm, sual verəcəkdim sizə. Bir dənə effektiv rəy deyin mənə, konstruktiv şəkildə. Konstruktiv. Birinci hər hansı bir rəy verirsiniz. Məsələn, hər hansı bir mövzu ilə əlaqədar bir rəy deyin, şagird fəaliyyətinə yönəlsin. Düzgünlüyü deyin, şagirdin məsələn fəaliyyətində hər hansı bir müsbət cəhəti deyin. Daha sonra çatışmayan cəhəti deyin, sonra yol göstərin. Məsələn, Aha, biraz tezləşdirək. bir sevimli uşaq ulduzlu gecə əsərini çəkir. Yəni, burada düzgün rəylərdən istifadə etmirsə, yəni onu düzəliş ediriksə... Necə? Yəni, şagird ulduzlu gecə əsərini çəkir, düzgün rəylərdən istifadə eləmirsə, biz onun düzgün rəylərə uyğunluğunu təşkil ediriksə, yəni istiqamət vermiş olur da burada. Aha, dedik ki, Van Gogh'un Ulduzlu gecə əsərini çəkərkən fikir verirsiniz. Məsələn, deyə bilərsiniz ki, qurma qaydalarını düzgün riayət etmirsən, məsələn üçün komponovkanı düzgün yerləşdirmirsən, lakin rəng cəhətlər var. Bunu Van Gogh'un əsərinə baxaraq, yenidən gözdən keçirib təhlil etsən, daha yaxşı olar. Bəli, bu konstruktiv şəkildə verilmiş rəydir. Emosiyalara yönəlik rəy nədir? Emosiyalar, yəni əhsəndir, afərin sözü deyə bilərik şagirdə emosiyalar səfərləməsi olar idi. Ümumiyyətlə, biz şagirdə rəy verərkən afərin deyə bilərik, amma fəaliyyətinə əsasən deyə bilərik. Fəaliyyətinə əsasən deyə bilərik bunları.
Ya lakin desəm ki, hə mən bilirdim sən ağıllısan, onsuz da sən dahisən, ona görə bu tapşırığı icra etmisən, hə burada artıq emosiyalara yönəlik rəy vermiş olduq. Daha sonra Kapalı düşüncə olurdu, yəni kapalı düşüncədə. bu hansı qiymətləndirmədir ki, deyirəm bu qiymətləndirməyə əsasən şagird ilkin məlumat bazası əldə etmiş oluruq, zəif güclü tərəfi müəyyənləşdirib, təlimdə hər hansı bir çevik dəyişiklik edə bilərik, diferensial yanaşmadır, yanaşmadır, diagnostik qiymətləndirmə nə zaman keçirilir? Dərsin əvvəlində aparırlar. Bir sinifə təzə şagird gələrsə, müəllim təzə gələrsə, yəni bu zaman aparıla bilir. Əlaçı, bölmənin əvvəlində də diagnostik qiymətləndirmədən istifadə edir. Daha sonra siz mənə deyin görün, bəs bu hansı qiymətləndirmədir ki, deyirəm ki, bu qiymətləndirməyə əsasən müxtəlif siniflərdə ayrı-ayrı fənlər üzərində keyfiyyət dəyişikliklərinin dəyərləndirilməsi məqsədi ilə təhsil institutu tərəfindən aparılmış olur və məktəbdaxili qiymətləndirməyə heç bir təsir etmir. Məktəbdaxili qiymətləndirmə, summativ qiymətləndirmə. Yox, summativ ilə məktəbdaxili qiymətləndirmə. Əlaçı, milli qiymətləndirmədən söhbət gedirdi. Hansı qiymətləndirmədir? Deyirəm, cəmiyyətə inteqrasiya prosesidir. Beynəlxalq. Əlaçı, beynəlxalq qiymətləndirmə. Beynəlxalq qiymətləndirmədən hansı qiymətləndirmə proqramıdır ki, deyirəm ki, bu proqrama əsasən 1995-ci ildə 3 dəfə keçirilmişdir. Riyaziyyat və təbiət elmləri üzərindən 4-8 siniflərdə olan bacarıqların yoxlanılmasıdır. 4 ildən bir keçirilir. Plus. Hansı olacaq? Riyaziyyat təbiət hansındaydı? 1995 yadda saxla. PISA. Timiz. Timiz idi. Timizdən söhbət gedir. Daha sonra Ülkər müəllimə hansı qiymətləndirmələrdən qaldı? Bəli. Deməli, summativ qiymətləndirmə haqqında danışın. Nə zaman aparılır, kim tərəfindən aparılır? Summativ qiymətləndirmə müəllim tərəfindən aparılır, amma bu summativ qiymətləndirmə rəhbərlik tərəfindən aparılırdı. Bir də nəticələr harda yazılır? Sinif jurnalında qeyd olunur da, balla qiymət yazılır. Bal qiymət əsasında sinif jurnalında qeyd edilmiş olur. Kiçik summativ qiymətləndirmə müəllim tərəfindən, böyük summativ qiymətləndirmə isə rəhbərlik keçirilmiş olur. Neçənci siniflər idi ki, deyirəm ki, bu siniflərdə bütün fənlər üzrə summativ qiymətləndirmə təşkil olunur, böyük summativ qiymətləndirmə. 9-11 siniflərdə BSQ olur, buraxılış siniflərində, amma kiçik summativ bütün siniflərə aiddir. Bir də 4-cü sinifdə də BSQ-lər var, bütün BSQ var bir də. siniflər, yəni bütün fənlər üzərindən BSQ 4-cü siniflərdə də keçirilmiş olur. Hər hansı bir hal baş verib, şagird dərsə gələ bilmir, BSQ günüdür, gələ bilmirsə, bu zaman nə edəcək müəllim? 2 həftə gözləyirik üzrlü səbəbdən. Əgər 2 həftədə ərzində şagird gəlmirsə, ona qayıb yazılır 0. Bəli, əlaç. Bəs hər hansı bir üzürsüz səbəbdir. Zəng vurursunuz, şagirdiniz dərsə gəlmir, zəng vurursunuz, valideyn deyir ki, yatıb qalmışıq, zəngimiz çalmayıb, budilnikimiz çalmayıb, yatıb qalmışıq. Nə edəcəksiniz? Necə bildiğiniz anlatılmasa? Bax, deyirəm ki, hər hansı bir, deyək ki, summativ qiymətləndirmə keçirirsiniz, kiçik summativ qiymətləndirmə. Şagirdimiz də bilir ki, sabahları summativ yazacaqlar. Görürsünüz, gəlmir, götürüb zəng vurursunuz valideynə ki, ay valideyn, bəs uşaq bilirdi ki, bu summativ yazacaq, gəlməyib. Deyir, həmən yatıb qalmışıq, zəngimiz çalmayıb. Nə edəcəksiniz siz? Şagirdin üzürsüz səbəbdən yer saxlayırıq, şagird gələndə. Üzürsüz səbəbdir də, bu üzürlü deyil, axı, avtomatik qayıb və sıfırını yazmış oluruq və gələcəkdə də biz hesablama apararkən bunu da nəzərə almış oluruq. Üzürlü səbəb varsa biz bunu nəzərə almırıq. Üzürsüz səbəbdirsə, nə bilim, keyf istəyib gəlməyib, yatıb qalıb, ürək istəyib belə gəlmir. Burada artıq nə edirik? Şagirdin sıfırını və qaybını qeyd etmiş oluruq. Eləmirik, lakin qaydalar belədir də, belə öyrənirik. Yalanın günü yazıb atırıq da. Belə.
Çox sağ olun Ülker müəllimə. Sağ olun, təşəkkür ederim. Siz də sağ olun. Amma dediniz çətinlik çəkirəm, amma pis də cavablandırmadınız. Ümumiyyətlə tətbiq edirəm deyə əzbərləməmişdim. Sadəcə oxumuşdum, yəni bilirəm də. Mən kayda alıram, atacam sizə. Ona da qulaq. İndi kayda alıram, atacam da sizə qrupunuza. Onu da yəni girib bir neçə dəfə baxarsınız, nə bilim dinləyərsiniz. Elə də yadınızda qalacaq. Türkan müəllimə buyurun. Çox sağ olun. Çox sağ olun Ülker müəllimə. Bəli, mənim axşamınız xeyir bir daha. Olsun Türkan müəllimə. Keçən dərs yox idi siz? Var idi müəllimə. Var idiniz. Yadımda qalmamısınız. Daha sonra başlayaq sizinlə formativ qiymətləndirmə haqqında danışın. Ümumiyyətlə kim tərəfindən keçirilir, nəticələr harda yazılır? Bəli, formativ qiymətləndirmə əsasən 3-5 ildən bir müəllimə Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən keçirilir. Yəni tədqiqat xarakterlidir də, qiymət belə deyim, məktəb daxili qiymətə təsir etmir. Əsasən məzmun standartlarının mənimsənməsinə yönəlmiş bir fəaliyyətdir də. Yəni formalaşdırıcıdır, dəyişkəndir, yəni geriyə dönmə xüsusiyyəti var. Daha sonra əsas məqsədi müəllimə öyrənməyini qiymətləndirmək deyil, yəni öyrənməni təmin etməkdir. Əsas qayəsi şagirdi olduğu yerdən olmalı olduğu yerə çatdırmaqdır. Belə deyim. Əla. Daha sonra siz mənə deyin görüm formativ qiymətləndirmə zamanı əks əlaqələr var. Bu əks əlaqələrdən ümumiyyətlə baxın, keçmişə yönəlik əks əlaqə var, gələcəyə yönəlik əks əlaqə. Gələcəyə yönəlik əks əlaqə, bəli. Belə deyim də, əsasən effektiv belə deyim, əks əlaqə keçmişə yönəlmiş deyil, müəllimə gələcəyə yönəlmiş olmalıdır. Yəni düzgün də müsbət əks əlaqə. Belə daha sonra buna uyğun deyil, müəllimə yoxsa necə? Məsəl üçün deyirəm ki, şagird tapşırıq yazıbdır. Tapşırıqda səhvləri var. Məsəl üçün demişik ki, Azərbaycan dilində cümlələr vermişik. Bunu ingilis dilinə çevirməlidir. Bir neçəsində qrammatik səhvlər edib. Deyirik ki, səhvlər etmirsən, amma gərək diqqətli olardın. Bu artıq keçmişə yönəlik rəydir. Amma bunu biz gələcəyə yönəlik rəy kimi versəydik, deyirik ki, məsəl üçün səhvlər etmirsən, amma burada 3 cümlədə daha doğrusu səhv etmirsən, bu 3 cümləni yenidən yazmağını belə deyim də, yenidən yaz, yəni gətir. Bu artıq gələcəyə yönəlik rəy kimi sayılır. Evet. Daha sonra rəyi spesifik edən xüsusiyyətlər var. Bunlar Bəli, mümkün qədər yəni rəy vaxtında verilməlidir. Məsəl üçün biz şagird fəaliyyətini izləyirik. Rəyi 3 gün, bir həftə sonra deyil, anında, yəni şagirdə belə deyim də rəy verməliyik. Spesifik olmalıdır. Rəsmi şəkildə məsələn biz bir də həssaslıqla çatdırmalıyıq rəyi şagirdə. Evet. Daha sonra indi baxın öz deməli ixtisasınıza aid bir ümumi rəy deyin. Ümumi rəy belə deyim də hamısı daxil olmaqla, məsəl üçün şagirdə test işlətmişik. Belə deyim, testin nəticələri ümumilikdə yaxşıdır. Əslində müəllimə zəif şagird olsa da, hər bir şagirdin yəni müsbət yəni tərəfləri var da, hər hansısa bir mövzuda və yaxud elə mövzu var ki, şagird orada daha güclüdür, amma bəzi şagirdlər onda zəifdir. Biz çalışmalıyıq ki, şagirdə yəni müsbət tərəfdən rəy verək ki, daha da onda öyrənməyə həvəs, maraq, motivasiya yaransın. Ümumi rəy kimi necə deyim? Deyirəm ki, bölməsində çox yaxşı bilirsən. Bu necə rəydir? Bəli. Bu ümumi rəydir. Ümumi rəydir. Lakin desəm ki, məsəl üçün, Sait və Samit səslərini və yaxud da ki, çox yaxşı bilmirsən. Burada artıq ümumi şəkil verir. Lakin desəm ki, Samit və Sait səslərini fərqləndirirsən, artıq burada spesifikdir. Şagird nəyin yaxşı bilmədiyini bilmiş olur. Daha sonra deməli biz formativ əks əlaqə keçmişik sizlə, summativ əks əlaqə. Formativ əks əlaqə nədir, summativ nədir?
Formativ əks əlaqə əsasən belə deyim də dərs prosesi zamanı baş verir, amma summativ isə hər hansısa bir fəaliyyətin sonunda, bölmənin sonunda. Formativ əks əlaqə odur ki, şagirdi yəni summativ qiymətləndirməyə qədər inkişaf elətdirir, istiqamətləndirir. Amma summativ əks əlaqə isə yekunda baş verir. Şagirdin nailiyyətlərini biz dəyərləndiririk müəllimə. Bəli, və həm də ki, bu olan üçün, məsəl üçün, hər hansı bir dəyişiklik etmir, lakin digər, məsəl üçün, gələcək motivlərə təsir etmiş olur. Daha sonra əks əlaqənin növləri korrekt edici, təsvir edici, edicidir, təsviri əks əlaqə, motivə edici, bir də konstruktiv əks əlaqədir. Korrekt edici odur ki, məsəl üçün, şagirdin buraxdığı səhvlərə biz, məsəl üçün, şagird söz yazdı, orada bir hərfi yazmadı, müəllim anında ona köməklik edir və yaxud şeir danışır, düzgün tələffüz etmir sözü, müəllim onu düzəldir, belə, yəni korreksiya eləyirik. Təsviri əks əlaqə odur ki, şagirdin hər hansısa bir, belə deyim də, müsbət, mənfi, hər hansı bir tapşırıqda yerinə yetirmədikləri nə varsa detallı şəkildə, yəni bu haqda fikir bildiririk. Bir də var idi konstruktiv əks əlaqəsi. Bax, bu fikri bildirməklə yanaşı da, məsəl üçün, şagirdin səhvləri varsa, biz onu istiqamətləndirik, yönətmiş oluruq. Bir də motivə edici əks əlaqə var. Motivə edici əks əlaqə isə şagird fəaliyyətini, belə deyim də, yəni adətən, yəni onun fəaliyyəti dəstəkləyirik də müsbət şəkildə motivasiya edirik. Emosional rəy verməklə bunu biz qarışdırmırıq, sadəcə olaraq şagirdə biraz motivə edirik də, yəni hər hansısa bir müsbət cəhətdən dəstək olmuş olur. Əks əlaqənin məzmunu dedikdə nələr nəzərdə tutulur? Əks əlaqənin məzmunu, bəli, orada var idi. Deməli, məhsul əks əlaqəsi məzmun, bir də öyrənmə prosesi haqqında əks əlaqə vardı müəllimə. Öyrənmə prosesi dedikdə nə nəzərdə tutulur? Öyrənmə, şagirdin öyrənmə prosesini yaxşılaşdırmaq var idi orada. Daha sonra özünü problemi özü həll etmədə, yəni problemi həll etmə bacarığını, yəni öyrənməyə fokuslayır da şagird öz beynini, fikrini. Hansı strateji liderə öyrənir, hansı metoddan istifadə öyrənir? Daha sonra bəs məzmun? Məzmunda da elə məzmunu, yəni əsasən verilən məzmunun daha necə başlayır, məzmunun aktuallığı var idi orada, yəni tələblərə uyğunluğu var idi, materialın. Daha sonra, deməli, Türkan müəllimə, siz mənə deyin görün, bu hansı qiymətləndirmədir ki, deyirəm, müxtəlif siniflərdə keyfiyyət dəyişikliklərinin dəyərləndirilməsi məqsədi ilə 3-5 ildən bir təhsil institutu tərəfindən aparılır və müxtəlif fənlər üzərindən, lakin məktəbdaxili qiymətləndirməyə təsir göstərmir. Bəli, o milli qiymətləndirmədir müəllimə. Bəs bu hansı qiymətləndirməsidir? Deyirəm ki, cəmiyyətə inteqrasiya prosesidir. İnkişaf perspektivini ölkələr arasında müəyyənləşdirilməsi məqsədi. O beynəlxalq qiymətləndirmə. Beynəlxalq qiymətləndirmənin növlərini deyək. TIMSS-dir, PIRLS-dir, bir də PISA. TIMSS hansı bacarıqları yoxlayır? TIMSS riyazi və təbiət elmləri bacarığını yoxlayırdı. 4-cü, 8-ci siniflərdə əsasən keçirilirdi. Bəs PIRLS? PIRLS-də oxuyub anlamaq. Xatırladımsa, oxuyub anlamaq. Hansı siniflər üzərində keçirilir? PIRLS müəllimə, yoxsa TIMSS? PIRLS adətən hansı siniflər yadıma çıxdı? O 4-cü siniflər idi, müəllimə oxuyub anlamaq. Bəli, 4-9 siniflərdə həyata keçirilir. Summativ qiymətləndirmənin qayəsi, məqsədi nədən ibarətdir? Summativ qiymətləndirmə, belə deyim də, hər hansısa bir dərsin, bölmənin sonunda şagirdlərin öyrəndikləri bilik bacarıqlarının qiymətləndirilməsi kimi nəzərdə tutulurdu. Daha sonra biz hansı siniflərdə deyirik ki, summativ qiymətləndirməni keçirmirik? Böyük summativ. Summativ qiymətləndirmə müəllimə deməli keçirilmir. Birinci, ikinci, üçüncü siniflərdə BSG keçirilir, amma ibtidai sinifdə yalnız 4-cü sinifdə keçirilirdi. Evet. Daha sonra, hansı siniflərdə deyirik ki, bütün fənlər üzərindən keçirilir? Bütün fənlər deməli 4-cü,
9-cu, 11-ci, bir də deyəsən Bəli. 5-ci sinif idi. 5 yox. 4, 9, 11. Bəs hansı siniflərdə deyilik buraxılış fənlər üzərində keçirilir BSG? Mənim səsiniz yaxşı gəlmədi. Hansı- Bilmədim biz də seçsək. Aha, hansı fənlər deyirəm, hansı siniflər üzərindən deyirik BSG yalnız buraxılış fənlər üzərindən keçirilir. Buraxılış müəllimə deyim. Deməli 5-ci, 8-ci siniflərdə idi o. Ha, bəli. Məncə buraxılış imtahanları üzrə idi. 5, 6, 7, 8 və 10 Tədqiqdən. Daha sonra türlü hal baş veribsə, şagird dərsə summativə gəlmibsə, BSG-yə nə edirik? Deməli BSG gəlmibsə 2 həftə müəllim üçün o belə deyim də, yəni müddətdə vaxt verilir. Əgər həmin zamanda şagird gəlmirsə, bu zaman bal 0 olur da, yəni qayıb yazılır və bal yerinə də 0 qəbul olunur. Bəs üzürsüz haldısa? Üzürsüz haldısa və birbaşa qayıb yazılır və 0 qəbul olunur. Əlat. Belə Türkan müəllimə, hansı qiymətləndirmə həmçinin ilkin məlumat bazasıdır? Diaqnostik qiymətləndirmə. Qiymətləndirmə. Belə çox sağ olun. Qanunlu. Bizə. Deməli, Sahilə müəllimə, buyurun zəhmət olmasa. Bəli, müəllimə, axşamınız xeyir. Sahilə müəllimə, deyin görün mənə formativ qiymətləndirmə nə zaman keçirilir, kim tərəfindən keçirilir, nəticələr harda yazılır? Formativ qiymətləndirmə, deməli, müəllim tərəfindən gündəlik şəkildə keçirilir və deməli, şagirdin gündəliyində və müəllimin formativ qiymətləndirmə, yəni jurnalında qeyd olunur. Gündəlik həyata keçirilir, yəni. Aha, siz mənə deyin görün, formativ qiymətləndirmənin qayəsi, məqsədi nədən ibarətdir? Deməli, formativ qiymətləndirmənin məqsədi ondan ibarətdir ki, şagirdə yəni yol yoldaşı kimi, yəni gündəlik şəkildə olduğu üçün ona yol yoldaşı kimi də yəni fikirləşmək olur da. Həm də onu deməli olduğu yerdən olmalı olduğu yerə, yəni aparmaq məqsədi daşıyır, qaldırmaq məqsədi daşıyır. Təlim fəaliyyətində hər hansısa bir qarşıya çıxan çətinlikləri aradan qaldırılması üçün, inkişaf etdirilməsi üçün, təlim ehtiyaclarının ödənilməsi üçün həyata keçirilmiş olur. Formativ qiymətləndirmə hansı üsullarla həyata keçirilə bilər? Formativ qiymətləndirmə deməli həm yazılı, həm şifahi formada da həyata keçirilə bilir. Müzakirə oluna bilər, 3-2-1 üsulu ilə çıxış bileti, yoldaş qiymətləndirməsidir ki, bu kimi üsullardan da istifadə edə bilərik. Daha sonra rəyi effektiv edən xüsusiyyətlər var ki, deyirik ki, bunlar rəyi effektiv edir. Bu hansı xüsusiyyətlərdir dedik? Rəyi effektiv edən xüsusiyyətlər. Xüsusiyyətlər var. Deyirik ki, məsəl üçün, vaxtında verilməlidir. Keçmişə yönəlik, gələcəyə yönəlik. Bax, effektiv edən xüsusiyyətlər. Bax, deyirik ki, vaxtında verilməlidir. Vaxtında verilməlidir. Sonra qərəzsiz olmalıdır. Sonra obyektiv olmalıdır. Obyektiv, qərəzsiz, vaxtında. Dedik ki, spesifik olmalıdır, vaxtında verilməlidir, həssaslıqla çatdırılmalıdır. Təlim məqsədim nədirsə, məqsədimə uyğun olur. Bax, burada deyirəm ki, həssaslıqla verilməlidir. Bu nə deməkdir? Həssaslıqla o deməkdir ki, yəni şagirdi heç kəslə yox, özü ilə müqayisə aparılır. Yəni heç kəsə müqayisə aparılmır. Yəni onun özünü özü ilə müqayisə aparır müəllim.
Bəli, şagirdin özünün özü ilə müqayisə aparırıqsa, burada deməli həssaslıqla veririk. Lakin müqayisəni digər şagirdlərlə etsək, deməli burada həssaslığı pozulmuş oluruq. Bozulmuş olur. Şəkildə verilməmiş rəydir. Bax, keçmişə yönəlik rəy var, gələcəyə yönəlik rəy var. Bunlar nədir? Aha, keçmişə yönəlik rəy. Məsəl üçün, şagirdə müəllim deyir ki, sən yəni misalın düsturunu oxumusan, onu deməli həll eləmisən, düstura əsasən həll eləmisən, ancaq bəzi səhvlərin var. Məsələn, belə bir şey. Aha. Sonra, yəni bu oldu keçmişə bağlı olan, gələcəyə bağlı olanda deməli olur, əsasən gələcəkdə, belə deyim ki, bir var keçmişdə gördüyü iş, bir də var gələcəkdə, yəni yaxın gələcəkdə görəsi iş. Gördüyü iş və görəsi iş. Yəni keçmişə yönəlik ki, hər hansı bir fəaliyyəti olub bitib, buna əsasən məsəl üçün deyirəm ki, məsələn test işləyirsiniz, testdən məsələn görürəm ki, 5 dənə səhviniz çıxıb. Deyirəm ki, məsəl üçün Sahilə mənə, niyə bu testi belə işləmişsiniz? Diqqətli olardınız da, belə işləməzdiniz. 5 yox, 2 səhviniz olardı. Artıq bu sizin keçmiş fəaliyyətinizə verir. Olub bitmişdir. Ancaq gələcəyə yönəlikdə də gələcəkdə olacaq işləri. Məsələn, gələcəyə yönəlişdə də baxıram ki, görüm harada səhv etmisiniz, hansı mövzularda səhv etmisiniz. Məsəl üçün, deyirəm ki, plan mövzuları yaxşı işləmisiniz, lakin bu mövzularda səhvlər vermişsiniz. Bir-iki dəfə ona diqqət edirsiniz, bu səhvləri də aradan qaldıra bilərsiniz. Artıq bu gələcəyə yönəlik fəaliyyətdən söhbət gedir. Həm effektiv, həm konstruktiv rəydir. Daha sonra formativ əks əlaqə var, summativ əks əlaqə var. Bunlar nədir bəs? Aha, formativ əks əlaqə deməli onun gündəlikdə, yəni gələcək, yəni gündəlik olan işidir, gündəlik aldığı qiymətidir. Ancaq summativ əks əlaqə isə onun rüblükdə alacağına bir təsiridir də. Rüblükdəmi, bölmənin sonunda mı belə? Formativ əks əlaqə gündəlik şəkildə, məsəl üçün, bu gün keçirik, bu günə təlim məqsədimizə uyğun rəy veririk. Summativ əks əlaqə isə artıq, məsələn, summativ olur, bitir, mən gəlirəm şagirdə rəy verirəm, artıq onun o an üçün hər hansı bir nəticəsini dəyişmir, lakin gələcək fəaliyyətinə, yəni kömək etmir. Daha sonra əks əlaqə nədir? Korrektə edici əks əlaqə. Korrektə edici əks əlaqə nədir? Məsəl üçün, müəllim şagirdə deyir ki, başa salım. Məsələn, hər hansı bir səhvinə yönəlmiş olur da, və yaxud da ki, faktoloji və prosedural bilik zamanı biz korrekt edici, yəni adından da göründüyü kimi düzəliş edici rəylər verə bilərik. Təsvir edici rəy nədir bəs? Təsvir edici rəy hansısa bir vəziyyəti təsvir edirdi. Bundan göründüyü kimi, bəli, şagirdin fəaliyyətində nə varsa, onu demiş olur. Motiv edici əks əlaqə bəs? Motive edici isə motivasiya verirdi də şagirdə, yəni. Yəni, emosiyalara dəstək olur da. Biz ona deyə bilmərik ki, emosiyalara yönəlik rəylə də, məsələn, yəni, qarışdıra bilmərik. Lakin fəaliyyətinə emosional olaraq dəstək olmuş oluruq. Daha sonra, hansı qiymətləndirmədir ki, bu qiymətləndirmə, deyirəm, ilkin məlumat bazası, təlim prosesində çevik dəyişiklik edilməsinə gətirib çıxara bilər? İlkin məlumat bazası. Məktəb daxili diaqnostik. Bəli, diaqnostik qiymətləndirmə. Bəs bu hansı qiymətləndirmədir ki, deyirəm ki, müxtəlif siniflərdə ayrı-ayrı fənlər üzərindən keyfiyyət dəyişikliklərinin müəyyənləşdirilməsi məqsədi ilə aparılır. Summativ qiymətləndirmə.
üzürlü hesab edən müəllimlər öskürək tutdu. Allah şükür bilirsən. Daha sonra nə qaldı soruşmadıq sizdən. Deməli, beynəlxalq qiymətləndirmə nədir? Aha, beynəlxalq qiymətləndirmədə ölkələr arası qiymətləndirmədir. Aha, sonra yəni özü də 3 ilə bölünür. Aha. Timiz hansı bacarıqları yoxlayıb? Oxuyub anlama. Yox, riyaziyyat və təbiət elmləri. Oxuyub anlamada hansı idi? Oxuyub anlamada da Hörlüs. Funksional savadlılıq? PISA. PISA-da funksional savadlılığa əsaslanmış olur. Bəs bu hansı qiymətləndirmədir ki, deyirəm ki, bu qiymətləndirmə cəmiyyətə inteqrasiya prosesidir? Cəmiyyətə inteqrasiya, bu da Beynəlxalq qiymətləndirmədən söhbət gedir. Summativ qiymətləndirmə, böyük summativ qiymətləndirmə hansı siniflərdə fənlər üzərindən keçirilir? Summativ qiymətləndirmə, deməli birinci sinifdə heç bir nə KSG, nə BSG keçirilmir. İkinci, üçüncü, yəni 2-dən yuxarı siniflərdə, yəni KSG keçirilir. 4-cü sinifdə ancaq 4, 9 və 11-ci siniflər, yəni buraxılış olduqları üçün onlarda və ondan yuxarı, yəni 4-dən yuxarıda hər bir fəndən həm KSG, həm BSG keçirilir. Aha. Deməli, dedi ki, 4 və 9, 11-ci siniflərdə bütün fənlər üzərindən bütün fənlər üzrə həm KSG, həm BSG keçirilir. qiymətləndirmədir ki, bu rəsmi qiymətləndirmədir. Rəsmi qiymətləndirmə, Aha. BSG summativ qiymətləndirmə, summativdir də. deyəcəkdim, məktəb daxil qiymətləndirmənin hansı növüdür? Bəli, bu summativ qiymətləndirmədir ki, rəsmi qiymətləndirmədir. Sinif jurnalında qeyd olunur. Jurnalında da yazılır. Diaqnostik qiymətləndirmənin nəticəsi harda yazılır? Necə müəllimə? Diaqnostik qiymətləndirmənin nəticələri harda yazılır? Diaqnostik qiymətləndirmənin nəticələri ancaq deməli heç bir sənəddə yazılmır, ancaq uşağın şəxsi deməli portfolyosunda yazılır. Evet. Səhv eləmirəmsə. Saxlanılır, bir də müəllimin qeyd dəftərində qeyd oluna bilər. Daha Yəni o sonra qədər də önəmli olmadığı üçün diaqnostik qiymətləndirməni biz nə zaman apara bilərik? diaqnostik qiymətləndirməni ilkin, yəni uşağın deməli, yəni müəllim dərsə məktəbə təzə qəbul olubsa və yaxud da ki, deməli, uşaq təzə şagird məktəbə daxil olubsa, o vaxt aparıla bilər. Yəni diaqnostik o, yəni ki, onu şagirdlərin hansı bilik və bacarıqlara sahib olduğunu bilməkdən ötürü. Keçək digər müəllimimizə. Çox sağ olun. Sailə müəllimə. Sevinci müəllimə, buyurun. Sevinci müəllimə, salam, necəsiz? Sağ olun, yaxşı olar. Siz də yaxşı olasınız. Sevinci müəllimə, siz mənə deyin görüm, məktəb daxili qiymətləndirmədən biz sizinlə formativi keçmişik. Bu formativin məqsədi nədir? Harda yazılır, harda qeyd olunur? Nəticələr? Məktəb kitabçasında bir də deməli müəllimin jurnalında, sinif jurnalında qeyd olunur. Əsas yəni burada məqsəd ona ibarət olur ki, yəni burada şagirdin özünü qiymətləndirmə bacarığı formalaşır, daha sonra şagirddə deməli olduğu yerdən yəni ola biləcəyi yerə gətirib çıxardır, daha sonra formalaşdırır belə. Formalaşdıracağı hər hansı bir inkişaf perspektivinə müəyyənləşdirilmiş bir qiymətləndirmədir. Daha sonra hansı üsul vasitəsilə biz formativ keçirə bilərik? Deməli, mən müşahidə idi, çıxış bileti idi, sonra işqfor idi deyəsəm. Deməli, daha sonra 3-2-1 idi, bir böyüdü qrafiklər idi, bir də qiymətləndirmə idi. Özün qiymət.
Daha sonra siz mənə deyin görün, burada rəyi effektiv edən xüsusiyyətlər var. Burada hansı xüsusiyyətlər idi ki, deyirik ki, rəyi effektiv edir? Rəy effektiv edən vaxtında rəyin verilməsi idi. Daha sonra spesifik olması idi. Həssaslıq çatdırmalı idi həssas olaraq. Bir də qaldı elə bil. Aha, əlat. Bax, burada dedik ki, spesifik olmalıdır. Nə nəzərdə tutulur? Mənim yəni şagirdə rəy verən zaman, yəni ümumi şəkildə verməlidir də, yəni açıqlama şəklində verməlidir. Yəni daha məsəl üçün deyirik ki, məsələn tənəffüs sistemində məsələn daxil olan qazın oksigen miqdarından və yaxud da xaric olan oksigen miqdarını tənəffüs sistemində hamısını bilirsən, məsələn bir dənə onu bilmirsən. Daha hansı nöqteyi nəzərdən yaxşı bilmirsən, onu məsəl üçün bildirir. Ümumi şəkildə ki, tənəffüs sistemini məsəl üçün bilmirsən. Əlat. Daha sonra, bəs dedik ki, vaxtında verilməlidir. Müəllimin yəni şagirdə çatdırmalı olduğu rəyi vaxtında bildirməlidir. Yəni ona aylar sonra, həftələr sonra bildirməli deyil. Bəli, məsələn, bu dərs üçündürsə, hər hansı bir şagirdə mən nüans tuturamsa, məsələn, görürəmsə ki, səhv edir, mən bunu vaxtında verməliyəm ki, düzəliş etsin fəaliyyətində. Gözləməliyəm ki, yəni gələn dərs gələrəm, rəy verərəm. Daha sonra, nə qaldı soruşmadığım, bir də burada həssaslıqla çatdırılmaq dedikdə nə nəzərdə tutulur? Burada həssaslıqla çatdırmaq, yəni demişdiniz ki, yəni şagirdin özü üzərində, yəni misal, yəni göstərilir. Bir də müsbət rəylərdən pozitiv cəhətdən rəy verir, sonra yəni deyir. Bəli, biz həssaslıqla çatdırırıqsa rəyi, şagirdin özünü, öz fəaliyyəti ilə müzakirə edə bilərik, yəni fərqləndirə bilərik. Durum mən başqa birini digər biri ilə müqayisə edirəmsə, artıq burada həssaslıqla verilməmiş olur rəy. Keçmişə yönəlik, gələcəyə yönəlik rəy nədir dedik? Mən gələcəyə yönəlik dedikdə, yəni məsələn, çəkdiyiniz misal deyim, məsəl üçün dediniz ki, müxtəsər vurma düsturundan məsələn, şagird səhv edir, məsələn 10 testdən 6-sını düz edir, 4-ünü düz etmir. Bu zaman müəllim deyir ki, yəni öyrənirsən, məsəl üçün müəyyən düsturlarda məsələn səhvim var. Yəni tam olaraq da belə deyim də, demir ki, belə deyim, müxtəsər vurma düsturlarını sən öyrənməmsən. Bu keçmişə yönəlikdir. Amma məsəl üçün hansı hissəni öyrənmirsənsə, öyrənmədiyini qeyd edirsə, bu gələcəyə yönəlikdir və bu zaman şagirdi daha da yəni fəaliyyətini artırmaqla məqsəd daşıyır. Əlat. Daha sonra, biz desəm ki, idraki və emosiyalara yönəlik rəy nədir? İdraki, emosional, mən idraki əsasən yəni onun idrak səviyyəsinə görə ölçülür. Emosional, yəni onun məsəl üçün biz deyə bilmərik ki, məsələn, əla sən bu dərsi əlatsa, məsələn, sən bu dərsi yaxşı öyrənirsən, misal üçün. Belə desək, yəni bu emosional olurdu da. Bəli. Məsəl üçün, afərin, səndən yoxdur, mən bilirdim ki, sən bu dərsi mükəmməl öyrənəcəksən, sənin atan da belə idi, anan da belə idi. Artıq burada nə etdi? Emosiyalara yönəlik rəy vermiş oldu. Lakin şagirdin fəaliyyətinə əsasən rəy veririksə, bu nə olacaq? İdraka yönəlik rəydən söhbət gedir. Yəni, fəaliyyətinə rəy vermiş olur. Sevinç bəlmə, səsim gəlirsə? Mən idraki demişdim, bəli. Lap yaxşı. Daha sonra siz mənə deyin görüm, ümumiyyətlə bu rəy bölməsində biz sizinlə summativ və formativ əks əlaqə keçmişik. Bunlar nədir? Mən formativ deyəndə bu zaman bu yəni proses şagirdin fəaliyyətini düzəldirdi. Deməli, amma summativdə isə şagirdin fəaliyyəti düzəlmirdi, bir də bölmə sonunda edilirdi. Aha. Lakin gələcək dərslər üçün də əlbəttə ki, nədir? Fəaliyyətini düzəltməyə xidmət edir. Tamam. Məsələn, gələcək summativdə də fəaliyyətini düzəltməyə xidmət etmiş ola bilər. Əks əlaqənin növləri haqqında danışın. Korrektiv əks əlaqə nədir? Korreksiya edici əks əlaqə. Mən burada deməli şagirdin buraxdığı səhvləri düzəldirik də mən.
Sonra təsviri əks əlaqə var idi. Burada şagirdin nəyi bilib, nəyi bilmədiyini olduğu kimi yəni təsvir edirik, yəni söylüyor, müəllim söylüyor daha doğrusu. Motivasiya edicidə müəllim burada emosional cəhətdən dəstəkləmək idi. Aha. Bəs korrekt edicini dedik, konstruktiv qaldı. Konstruktiv əks əlaqə nədir bəs? Tamam, bu tam dəqiq yadıma çıxıb, bu da yəni səhvlərini, düzlərini deyirdi də mən. Birinci bu düzgünü deyirik, şagirdin fəaliyyətində müsbət cəhəti vurğulayıb, daha sonra çatışmayan cəhət, sonrası istiqamət veririk. İndi baxın, öz ixtisasımıza uyğun olaraq bir dənə konstruktiv rəy deyin. Konstruktiv. Bəxt dediyimdə aid idi. Məsəl üçün mənim qan damar sistemindən deyim bu səfər. İnsan anatomiyasını, məsəl üçün test işlənilir. İnsan anatomiyasını, məsələn, şagird bir çox hissəni düzgün yerinə yetirsə də, məsəl üçün qan damar sistemində, böyük qan dövranında müəyyən səhvliklər edir. Bu zaman müəllim nəyi düzgün bilib, nəyi düzgün bilmədiyirsə, yəni deyir ki, burada yalnız qan dövranında, yalnız böyük qan dövranını səhv edirsiniz və burada, məsəl üçün, bu sistem ardıcıllığını başa salır. Budursa, düz dedim, bilmirəm, yoxsa yox. Deməli, nə edir? İlk öncə şagirdin burada hər hansı bir müsbət cəhətini, məsəl üçün, böyük qan damar sistemi var, kiçik qan damar sistemi var. Məsələn, şagirdə deyirik ki, böyük qan damar sisteminin xüsusiyyətlərini düzgün sadaladın, lakin kiçik qan damar sistemlərinin xüsusiyyətlərində bəzi məqamlarda səhvlik etdin. Bunu, məsəl üçün, dərsliyə baxaraq, öz üzərində düzəliş edə bilərsən. Aradan qaldıra bilərsən. Bəli, bu olur artıq konstruktiv əks əlaqə. Daha sonra, bu hansı qiymətləndirmədir ki, deyirəm, bu qiymətləndirmə ilkin məlumat bazasıdır. Təlim prosesində çevik dəyişiklik etməyə xidmət edir. Diferensial yanaşmadır. Fərdi yanaşma öz əksini tapır. Deməli, diaqnostik yox, formativ məlumat. Hansı qiymətləndirmə olacaq ilkin məlumat bazası? Şagirdin zəif gücü tərəfi müəyyən olunması. Diaqnostik tamam. Diaqnostik deyib sonra formativə keçirsin. Daha sonra, bəs bu hansı qiymətləndirmədir? Deyirəm ki, məzmun standartlarının mənimsənilməsi səviyyəsini ölçür. Məzmun standartlarının bu formativdir, tamam. Mənimsənilməsi səviyyəsini ölçür. Bəli, summativ. Aha, inkişafı izləyir. İnkişafı izləyir. Məzmun standartının mənimsənilməsi inkişafını izləyir. Bəli, bu artıq formativ qiymətləndirmədən söhbət gedir. Daha sonra bu hansı qiymətləndirmədir? Deyirəm ki, müxtəlif fənlər üzrə keyfiyyət dəyişikliklərinin dəyərləndirilməsi məqsədi ilə 3-5 ildən bir təhsil institutu tərəfindən aparılır, tədqiqat xarakterlidir. Tədqiqat. Məktəb daxili qiymətləndirməyə təsir etmir. Etmir. Bayaq yazırdı altdan, gördüm. Beynəlxalq edim onu. Yox. Sual təmiz yadımda qalmadı mənim, fikrim getdi. Bax, deyirəm ki, müxtəlif siniflər üzrə ayrı-ayrı fənlər üzərindən aparılır. Keyfiyyət dəyişikliklərinin dəyərləndirilməsi məqsədi ilə. Dəyərləndirilməsi. Tədqiqat xarakterlidir. Məktəblərdə vəziyyət necədir? Hansı səmtdən yanaşılmalıdır şagirdlərə? Onu üzə çıxır. Bəli, milli qiymətləndirmədən söhbət gedir. Daha sonra bu hansı qiymətləndirmədir? Deyirəm, cəmiyyətə inteqrasiya prosesidir. Beynəlxalq. Beynəlxalq. Daha sonra bu hansı qiymətləndirmədir ki, deyirəm ki, bu qiymətləndirmə əsasən beynəlxalq qiymətləndirmədən söhbət gedir ki, oxuyub anlama bacarıqlarını yoxlayır. 4-9 siniflərindən aparılır. Görülür. Hansı da 15 yaşlı şagirdlər arasında aparılır, funksional savadlılıq bura daxildir. PISA-ydı, adını düzgün deyim. Hansı bacarıqları yoxlayır? Riyaziyyat, təbiət. Bəli, riyaziyyat, təbiət. Daha sonra məqsədə uyğunluq prinsipi nədir? Məqsədə uyğunluq prinsipi.
Məqsədə uyğunluq prinsipi də budur ki, məsəl üçün bölmə ərzində 5 dənə mövzu keçmişik, həmin mövzuya əsasən də summativ qiymətləndirmə təşkil etməliyik. Bundan əlavə əksi artıq salsaq, deməli məqsədə uyğunluq prinsipini pozmuş olduq. Belə sevgili müəllimə, çox sağ olun, biraz diqqətli olun, bunu qayda almışam, bu dərsi atacam sizə, bu dərsə bir neçə dəfə baxın. Heç olmasa dinləyin. Daha sonra keçək digər müəlliməmizə, ki, müəllimə siz qalmışsınız deyəsən. Bəli. Axşamınız xeyirdir. Müəllimə, siz mənə deyin görün, formativ qiymətləndirmə nə zaman keçirilir, kim tərəfindən keçirilir, məqsədi nədir? Müəllimə tərəfindən keçirilir. Şagirdin məzmun standartlarının mənimsədilməsinə, öyrənməsinə, fəaliyyətin izlənməsinə yönəlikdir. Qiymətləndirmədir. İşləyirsiniz məndən? Eşidirəm. Yəni formativdə jurnala yazılmır qiymətlər, şagirdin kitabçasına yazılır. Bir də bəzi məktəblərdə o formativ qiymətləri yazmaq üçün jurnallar tərtib olunur, yəni məcbur edilir. Bəzilərində mən yoxdur, yəni müəllimə öz üçün qeydlər aparsın deyə. Burada həm şifahi, həm də yazılı rəylərdən istifadə olunur. Daha sonra sən mənə də görün, burada formativ qiymətləndirmənin üsulları var. Deyirik, hansı üsullardan keçirə bilərik formativ qiymətləndirməni? Üsulları 3-2-1, onlar deyirsiniz, bir də refleks. Yoldaş qiymətləndirməsi var, özlü qiymətləndirmə var. Bu kimi üsullardan istifadə etmək olar. Daha sonra formativ qiymətləndirmədə effektiv edən xüsusiyyətlər var ki, deyirik ki, bu formativ qiymətləndirmə zamanı ümumiyyətlə rəyi effektiv edən xüsusiyyətlərdir. Təlim nəticəsinin uyğunluğu, onlar qiymətləndirmə meyilləri, effektiv əks əlaqə, davamlı müşahidə, bir də yoldaş qiymətləndirməsi var idi. Deyirik ki, bunlardan spesifik olmalıdır, məqsədimizə uyğun olmalıdır və yaxud da ki, vaxtında verilməlidir, həssaslıqla çatdırılmalıdır. Bu kimi xüsusiyyətlər rəyi effektiv edir. Baxın, bunlardan həssaslıqla verilməlidir dedikdə nə nəzərdə tutulur? Həssaslıqla verilməli, yəni şagird özü ilə, yəni ona rəy verərkən kimisə ona misal çəkmək lazım deyil də, özün. Məsələn, sən əvvəl daha yaxşı idin bu barədə, bu dərslər haqqında, həm bu dərs fəndə, özü, yəni özü ilə müqayisə edir də şagirdin. Belə bir şey sərgilənməli. Buyurun. Daha sonra, deməli, nə qaldı soruşmadığım sizdən, bəs vaxtında verilməlidir dedikdə nə nəzərdə tutulur? Vaxtında verilməlidir, yəni qiymət, rəy, yəni səhvi düzü vaxtında bildirilməlidir də. Rəy verərkən, günkü fəaliyyətə sabah durub rəy verərəm deyə düşünə bilmərəm. Yəni, bu nədir? Ona əsasən də nə etməliyəm? Rəy verməliyik. Daha sonra formativ qiymətləndirmədə summativ əks əlaqə var, formativ əks əlaqə var. Bunlar nədir? Bəli, summativ əks əlaqə, məsələn, summativi yazır şagird, müəllim aparır, evdə onu yoxlayır, səhvin düzün, səhvi gətir, ona cavabı deyir, yəni sonunda. Amma formativdə, məsələn, proses zamanı izləyir.